Bitişdirici sammitlər haqqında ümumi məlumat verdik. İndi hər bir bitişdiricinin xüsusiyyətinə ayrılıqda baxaq. Birinci, N bitişdiricisi. N bitişdiricisi sözdə söz sonluğu ola bilər. Ümumiyyətlə, N sözdə işlənən N. Sözdə söz sonluğu ola bilər və N mənsubiyyət şəkilsi ola bilər və N bitişdirici ola bilər. Deməli, sözdəki N-nın bitişdirici olub-olmadığını yoxlamaq üçün biz araşdırma aparmalıyıq. Birinci sözə baxaq. Bağbanı. Bağbanı sözündə N var. N bitişdirici olmaq üçün ona qədər olan hissə saitlə bitməlidir və məna verməlidir. N-ya qədər ki hissə bağba məna vermədi. Deməli, burada N bitişdirici deyil. Çünki bağban sözün köküdür və N sözün sonluğudur və sadəcə olaraq o I şəkilsini qəbul edib. Deməli, birinci nümunədə bitişdirici samit yoxdur. İkinciyə baxırıq. Bağçasının, yenə burada N var, birinci N-ya baxırıq. Bağçası sözü ilə ın şəkilsinin arasında işlənib. Bağçası məna verdi deyə. Deməli, N-ya qədər ki hissə məna verdi. Deməli, N burada bitişdiricidir və ın şəkilsinin bağçası sözünə birləşməsində istifadə olunub. Deməli, burada bitişdirici var. Üçüncü sözə baxırıq. Bağçanı. Bağçanı sözündəki N-ya qədər ki hissə məna verdi. Bağça. Deməli, N bitişdirici kimi qəbul oluna bilər. Eyni zamanda sənin bağçan kimi bu N həm də şəkilçi ola bilər. Deməli, bu sözdə N həm bitişdirici ola bilər, həm də ola bilməz. Əgər bağçanı gördük deyiriksə, ümumiyyətlə bir bağçanı, burada sözün kökü deməli, şəkilçi olacaq N bütövlükdə və N deməli, bağça N bitişdirici olacaq. Çünki təsirlikar şəkilsini bitişdirici ilə birləşdirəcək sözə. Amma sənin bağçanı gördüm deyiriksə, burada sənin bağça artıq məna verməyəcək. N olacaq mənsubiyyə şəkilsi və I olacaq hal şəkilsi. Deməli, bağçanın sözündəki N həm mənsubiyyə şəkilsi, həm də deməli, bitişdirici kimi qəbul oluna bilər. Beləliklə, deməli, birinci nümunədə bitişdirici yoxdur. İkinci nümunədəki N yalnız bitişdiricidir. Üçüncü nümunədəki N isə həm şəkilçi, həm də bitişdiricidir.